Ancaq tələbə vaxtı tapdığım revmatizm məni o qədər incidir, axtarırdım ki, Allah, mən neyim, özdə ölsəm də dərman istifadə eləməyəcəm. Nə eləmədim də. Axtardım, gəldim, ağrını tapdım, xəstəliyim sağaldı, inandım, inanmırdım. Birinci doktorun birinci xəstəsi elə özü olub. Özüm olmuşam. Yeganə həkimdir. Özünün üzərində ağrını tətbiq eləyib, özü sağalıb, Təsadüfdən. şəfa tapıb və ondan sonra da bu metodu insanlarımıza... Sonra da Azərbaycanda ondan kifayətlənmədik. Elmi şəkildə ağrını elmi şəkildə gətirdik, sonra zəlini elmi şəkildə gətirdik və qurbağanı, bu müalicələr zəlicə bizdə uzun illər olub. Ancaq onun elmi şəkildə hardan başlamalıdır, harada qutarmalıdır, kimə olar, kimə olmaz, hansı formada olmalıdır, bu su zəlisi olmaz, o fabrikdə yetişdirilən zəli olmalıdır. İndi olubsan orada, bizdə bax bu neçə ildir bir dəfə ağırlaşma olmuyor. Ancaq hər axşam mənə zəhlər gəlir ki, biri deyir ayağım kəsildi, biri deyir barmağım kəsildi, biri deyir qanaxma aparıb, biri deyir şişib, biri deyir nə günə. Yəni bunlar, bayaq sizin haqqınızda dediyim sözdür, elmə əsaslanmalıdır. Elmə əsaslananda ağırlaşma olmur. Bir də yoxlanmalıdır, bəlkə heç buna zəli qoymaq olmaz. Bəlkə bunun qanın laxtalanma sistemi pozulub, bəlkə bunun faiz ona dələləşir.